Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Mən Fəsəf Akademinin Azərbaycan təlimçisi Sahilə Xalidə. Deməli, bugün sizlərlə buraxılış imtahanının izahına baxırıq. Deməli, fərəhlənməyi götürəcəyik 1C, yəni ürəyin sinəsinə sığmamaq, 2-yə A-la Y, yəni 2 nədir? Bəyənməkdir. A-la Y gözü tutmaq və könlünə yatmaq üçün isə B variantını götürəcəyik ilham vermək mənasında. Yəni cavab olacaq C bəndi. İkinci. Bizə lazımdır yanlış fikirlər. İsmi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Gəlin baxaq. O və nəsə, bəli, məna növləri fərqlidir. İkinci, bizə səhv fikirlər lazımdır. İşarə və şəxs əvəzliklərinin quruluşca eyni növdədir. Burada uşaqlar, deməli, şəxs əvəzliyi var, amma işarə əvəzliyi yoxdur. Ona görə Y yanlışdır. Daha doğrusu ikinci fikir bizim yanlış fikrimizdir. Sonra, Lalə bütün bunları bilsə də hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. İşarə əvəzliklərdən biri ismi, digəri sifəti əvəz etmişdir. Burada uşaqlar sadəcə işarə əvəzliklərindən, deməli, İşarə əvəzliyi ümumiyyətlə yoxdur burada. Sadəcə bütün var. Öz, bütün, hər, bu da işarə əvəzlikləri deyil, təyini əvəzliklərdir. Ona görə üçü də biz götürürük. Sonra qrammatik şəkilci qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Bəli, bunlar və biz. Biri işarədir, biri isə şəxs əvəzliyidir. Gəlirik, deməli, digər adsan, ev eşik, sənin bu qoca deməli, əldən düşmüş vaxtında nəyinə gərəkdir? Deməli, əvəzliklərdən hər biri müxtəlif məna növündədir. Bəli, bu doğrudur. Bu var, məsələn, işarə əvəzliklərdir, nə, sual əvəzliklərdir. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca növü fərqlidir. Gəlin baxaq. Şəkilçi ilə işlənmiş hansılardır burada? Məsələn, bu var və nəyinə var və bunların, daha doğrusu, üzr istəyirəm, sənin var, bir də nəyinə var və quruluşca növü fərqlidirmi? Xeyr, ikisi də, deməli, sadədir. Ona görə cavabımız olacaq A bəndi. Y. Zaur, Hafiz, Xəlil yəqin ki, sifariş edilmiş əşyaları sabah ünvana çatdıracaqlar. Bizə yanlış fikir lazımdır. Cümlənin sintaktik təhlilini müxtəlif formada düşünə bilər. Bəli, onları xitab da götürə bilərik. Ona görə də bir doğrudur. Bir doğrudursa birləri çıxırıq. Tərkibində xitab işləniyini düşünmək olar. Bəli, bu doğrudur. Xitab kimi də düşünə bilərik. Ona görə D-ni də çıxırıq. Həm müəyyən şəxslə, həm də qeyri-müəyyən şəxslə düşünə bilərik. Bu da doğrudur. Cümlədə uzlaşma əlaqəsinin olduğunu əminliklə deyə bilmərik. Xitab kimi düşünsək əminliklə götürə bilmərik və güman şübhə bildiyin ara söz işlənmişdir. Bəli, yəqin ki, təyin söz birləşməsi ilə ifadə olunub. Təyin söz birləşməsi ilə əşyalar, hansı əşyalar sifariş edilmiş? Sifariş edilmiş sözü burada uşaqlar belə deyim, mürəkkəb feildir, söz birləşməsi deyil. Ona görə cavabımız olacaq Y variantı. Ondan sonra gəlirik 4-cü suala. Burada deməli birinci cümlə ilə bağlı doğru, ikinci cümlə daha doğrusu və yanlış fikirlər lazımdır bizə. Deməli, səmanın bir küncündə tək bir ulduz parlayırdı və bu ulduzların işığında hər bir şey daha sakit, daha rahat görünürdü. Deməli, həmcins səhvliklərin iştirak etdiyi sadə cümlədir. Şola, burada həmcins səhvliklər var, amma sadə cümlə deyil. Çünki parlayırdı nə? Ulduz parlayırdı və bu ulduzun işığında hər şey rahat görünürdü, nə hər şey. Yəni, hər birinin özünün mübtəda xəbəri olduğuna görə biz bunu götürə bilmərik. Sonra, ikinci ilə bağlı yanlış fikir, tabesizlik əlaqəsinin istifadə olunmuşdur. Bəli, bu doğrudur, amma yanlış verilib götürə bilmərik. Ona görə 1 ilə 2-ləri biz çıxsaq, cavabımız qalacaq E bəndi. Sonra, hansı cümlədə müxtəlif məna növünə aid 2 ədad işlənmişdir? Müxtəlif məna növünə aid, baxın uşaqlar, səninki xəbərin var idi, bəs niyə demədin? Ona görə olacaq B variantı. Hansı cümlədə söz birləşməsi ilə ifadə olunmuş tamamlıq işlənmişdir? Ziyanın yarısından dönmək xeyirdir. Nə xeyirdir? Ziyanın yarısından dönmək bu mübtədadır. Ona görə də biz biri götürmürük. Onun əlindəki balaca saz atasının dostundan yadigar qalmışdı. Kimdən? Atasının dostundan. 2-ni götürə bilərik. Sonra, babam həmişə dostunun məzəli söhbətlərindən danışardı. Dostunun söhbətlərindən nədən? 2 ilə 3-ü götürürük. Cavabımız olacaq B bəndi. Güman ki, bu dağlardakı qazıntı yerlərinin çetyoşu idi. Cümləsindəki sözlərlə bağlı doğru fikirlər lazımdır. Güman ki, modal sözdür. Bəli, bu doğrudur. Bizə də doğru fikirlər lazımdır. Deməli, biri götürürük. Sonra, bu işarə əvəzliyidir. Nə sualına cavab verir? Adlı haldadır. Bəli, bu çetyojidir. Nə? Bu. Ona görə götürə bilirik. Sonra, dağlardakı quruluşca düzəltmə Y zərfidir. Xeyr. Dağlardakı Y zərfi deyil, sifətdir. Ona görə 3-ləri çıxırıq və 1 ilə 2 qazıntı feildən düzəlmiş isimdir və adlı haldadır. Qazıntı yerləri qeyri-müəyyən haldadır. Yiyəlik halda olduğuna görə onu da götürmürük. Elə orada variant yoxdur ümumiyyətlə 4-də çıxanda. Yerlərinin sadə isimdir, cəm mənsubiyyət hal şəkilçisini qəbul eləmişdir. Bəli, bu da doğrudur. Cavab olacaq B bəndi.
Sonra nümunədə köməkçi nitqsə kaş ki ədaddır, doğrusu modaldır. Bu da olacaq C bəndi. Yəni bu doğrudur. Sonra Euler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Qəsəbəyə yaxınlaşdıqda insanların hay-küyü eşidilir, həyətlərdə tonqallar gözə çarpırdı və ikinci cümləmiz isə dənizdən əsən külək sahildə duyulan neft qoxusunu qovub uzaqlara aparırdı. Deməli, baxaq, isimlərdən biri quruluşuna görə mürəkkəbdir. Bəli, hay-küy bu doğrudur və 2-də olmadığına görə ikinci cümlədə bunu götürürük. Mənsubiyə şəkilçili isim adlı haldadır. İnsanların hay-küyü bu doğrudur, amma bu da neft qoxusunu təsirli halda olduğuna görə 2-ni götürürük. Yəni birinci cümləyə aiddir. Bütün isimlər ümumidir. Bəli, bu da doğrudur. Xüsusi bir isimimiz yoxdur. Ona görə doğru variantımız 9-da olacaq C bəndi. Sonra 10. Yalnız ismi birləşməyə aid nümunələr var. Həm ismi, həm feili birləşməyə aid nümunə var və söz birləşməsinə aid nümunə yoxdur. Deməli, uşaqlar nə gözəl danışır, nə gözəl yaraşır Muğana Ceyran. Bu da söz birləşməsinə aid nümunə olmadığına görə 3-ə A-nı götürürük. Bizə meydan oxuyanlar bilməlidirlər ki, vətən əsla yada satılmaz. Bu da sadəcə feili birləşmə var, ona görə çıxırıq. Sanki dəhrə ilə dağı çapıb parça-parça qoparmış, qövs-i quziyə orada hərk etmişdir. Burada da yoxdur. Belə deyək də, bir dəqiqə gözləyim. 1-ə E-ni götürsək, 1-ə E-ni daha doğrusu 3-ə A-nı götürəndə deməli 3-ə A-nı 3AC yoxdur da, elə bir variantımız olmadığına görə götürə bilmirik. Bəli, 3-ə A-nı götürürük. Sonra Oğuz bəyləri bunu görüb. Buna həm deməli ismi, həm də feili birləşmə var və Azərbaycanın hər güşəsi, bu da olacaq yalnız ismi birləşmə. Cavabımız olacaq D bəndi. Sonra hansı ki sözün biri bütün tələbləri ödəsə də digərini ödəmir. Kökü feili ilə amonimdir. Daş burada bəli. Daş burada isimdir, amma daşmaq feilinin amonimdir. Başqa sözlə eyni köklü olub. Daşladaq var, daşlaşmaq var. Götürə bilərik. Leksi şəkilçilərlə işlənib, bəli. Tərkibini iki cür təhlil edə bilərik, bəli. Bu doğrudur. Amma ikinci sözə bunların heç biri aid deyil. Ona görə cavabımız olacaq A bəndi. Sonra buradakı eyni iki saytlərdən deməli samitdən istifadə edilir. Bu da uşaqlar operator sözü uyğun gələcək. Yəni operatoru biri bir fikir ona uyğun gəlir, bir fikir uyğun gəlmir. Ona görə cavabımız olacaq deməli 12-də A bəndi. Sonra hansı nümunədə həmcins üzvlər mübtəda ilə sintaktik əlaqədədir? Deməli burada sifətlə əlaqədədir deyənə bunu götürmürük. O yazıçı, şair, rəssamları bu konsert salonunda tez-tez görürdü. Deməli bunu da götürmürük. Burada yoxdur. Baxın, son dəblə geyinmiş, seyrəlməkdə olan saçlarını arxadan uzatmış adam. Bunlar hamısı bununla deməli sintaktik əlaqədə təyindir. Leyla muzeylərdə, sərgilərdə onun bəzi rəsm əsərlərini xüsusi maraqla tamaşa etmişdi. Xeyr, burada yoxdur. Ay dağlar arxasında oğlun boylanaraq ona baxdı, məftun oldu. Bəli, ay baxdı, ay məftun oldu. Götürə bilərik. Uca boylu, ağbəniz, gözəl bir qadın. Bunlar da bununla sintaktik əlaqədə olacaq Y bəndi. Hansı cümlədə məchul növdə işləmiş feil xəbər şəklində deyil? Uşaqlar, baxın, açılar, keçirilir, deyilir, danışılacaq. Bunlar hamısı xəbər şəklində, amma burada vacib şəklidir. Dediyim sözlər nöqtəsinə dək yazılmalıdır. Bu isə vacib şəklindədir və məchul növdədir. Olacaq B bəndi. Sonra ev sahibi qonağının əlini sıxa-sıxa qoşa nöqtə açıldı. Dedidən əvvəl deməli indi isə gələcəklər yenə dırnaq bağlanır. Qoşa nöqtə dırnaqlar 2,2-15-də olacaq B bəndi. 16 Rəfiqə Vandamlı İbrahim Xəlilin anası kim? Bizə lazımdır mübtədənin əlavəsi olsun. Sonra 17 verilmiş nümunədə tək sözünün hansı nitq hissəsinə aid olduğunu göstərən düzgün ardıcıllıq. Baxın, sözə bitişik yazılıbsa bu olacaq qoşma. Tək əl, necə əl, sifət, tək yeyən, hərəkətə aiddirsə olacaq zərf. Mətnə mənə çətin gündə dayaq tək sənsən, yalnız sənsən, bu da olacaq ədad. Yəni qoşma sifət, zərf, ədad. Cavabımız olacaq C bəndi. Düz sözü zərf kimi işlənmişdir. Maşın evimizin düz qabağında dayandı, burada ədaddır. Düz danışmaq, necə danışmaq? Cavabımız olacaq B bəndi, hərəkətə aiddir. Sonra gəlin müqayisə cədvəlinə əsasən uyğun fikirləri müəyyən edin. Deməli, bir dəqiqə. Söz birləşməsi mübtədanın ifadə vasitəsidir. Sözlər, baxın, burada ifadə belə deyək, söz birləşməsi yoxdur. Axı sözlər mənə bir neçə saatdan sonra açılacaq. Bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edir. Nə? Sözlər. Bu söz birləşməsi ilə ifadə olunmadığına görə birləri biz çıxırıq. Sonra fe'li birləşmə xəbərin ifadə vasitəsi kimi çıxış etmişdir. Fe'li birləşmə. Vəd eləmək, uşaqlar, vəd etmək, yəni fe'li birləşmə deyil də, vəd etmək mürəkkəb fe'l olduğuna görə biz onu götürmürük, vəd etmək.
fe'li birləşmə kimi götürmürük. Ona görə də 2-ni də çıxırıq burdan. 2-ni də çıxanda sonra mübtəda cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunmuşdur. Burada mübtəda yaz küləyidir. Yaz küləyində görürsüz cəm şəkilçisi yoxdur. Ona görə 3-ü də çıxırıq. İsmi birləşmə baş üzvlərdən birinin ifadə vasitəsidir. Bəli, yaz küləyi 4-ü götürə bilərik. Xəbərin ifadə vasitəsi indiki zamanda işlənmişdir. Hər ikinə uyğun vəd edirdi, gətirir. Bəli, bu da doğrudur. Xəbər uzlaşma əlaqəsinin asıl tərəfidir. Bəli, bu da doğrudur. 4, 5, 6 cavabımız olacaq C bəndi. Zakir dostu Fərruxa dərhal teleqram göndərdi ki, onun bugün gələcəyinə doğma qardaşına da söyləməsin. Deməli, ki ilə bağlanırsa bu, deməli, bu doğrudur. Baş cümlə birinci gəlir. Həm baş, həm budaq cümlə müəyyən şəxsi cümlədir. Bəli, Zakir göndərir. Onun bugün gələcəyini doğma qardaşına söyləməsin, o söyləməsin. Yəni, hər biri müəyyən şəxslidir. Bu da doğrudur. Baş cümlədə ikinci dərəcəli cümlə üzvlərinin hamısı işlənib. Bəli, bu doğrudur. Dərhal göndərdi, teleqramı göndərdi. Dostu Fərruxa təyin də var, tamamlıq da var, zərflik də var. Bu da doğrudur. Budaq cümlədə işlənən tamamlığın hər iki söz birləşməsi ilə ifadə olunub. Onun gələcəyidir, düzdür. Amma qardaşına bu isə söz birləşməsi deyil. Ona görə cavabımız olacaq D bəndi.